Salam dostlar. Bu günlərdə elm aləmini bir maraqlı xəbər silkələdi. Söhbət Hitlerin DNT analizinin nəticələrindən gedir. Belə ki, professor Turing Kingin həyata keçirdiyi bu DNT analizi nəticəsində maraqlı detallar üzə çıxıb. Material kimi Hitlerin özünü və məşuqəsi Yeva Braunu güllələdiyi bunkerdə yerləşən və onların qanına bulaşmış divanın bir parçası götürülüb. Zamanında bunu orada təftiş aparmış ABŞ ordusunun polkovniki Roswell Rosengren'in vaxtında oradan bir parça, bir nümunə götürüb saxlaması olub. Və indi 80 il bu hadisədən sonra həmən o nümunə üzərində olan qan izlərindən bir parça götürülüb və onun DNT analizi həyata keçirilib. Bu arada deyim ki, həmən götürülən nümunənin məhz Hitlerə məxsus olması təsdiqlənib. Onun həyatda olan qohumları üzərində aparılmış müqayisəli analiz nəticəsində bu qan nümunəsinin həqiqətən də Hitlerə məxsus olduğu təsdiqlənib. Və bu əsnada bir neçə maraqlı məqam üzə çıxıb. Onlardan bəziləri əvvəlcə də qismən məlum idi. Amma çox spekulativ və çox müzakirələr səbəb olmuş bir məsələyə nəhayət ki, aydınlıq gətirilib. Bu da odur ki, Hitlerin Yahudi olmaması çox böyük ehtimalla sübut olunub. Yəni, onun DNT analizi Hitlerin hər hansı bir şəkildə Yahudi haploqrupuna aid olmamasını təsdiqləyib. Bundan başqa tədqiqatlar onun şizofreniya, autizm və bipolar pozğunluğa meyilli olduğunu təsdiqləyib. Bu o demək deyil ki, o mütləq bu psixi pozğunluqlardan əziyyət çəkib, amma onun genetik olaraq bu xəstəliklərə, bu psixi pozğunluqlara meyilli olduğu təsdiqlənib. Bundan başqa Hitlerin Kalman sindromundan əziyyət çəkdiyi müəyyən olunub. Kalman sindromu genetik pozğunluq olub, əsasən cinsi orqanların inkişafdan qalması və cinsi meylin pozğunluğu ilə müşahidə olunur. Bundan əvvəl də Hitlerin kriptarxizmdən əziyyət çəkməsi barədə məlumatlar var idi. Amma genetik olaraq onun Kalman sindromundan əziyyət çəkməsi müəyyənləşib. Kriptarxizm, onu da deyim ki, kriptarxizm bu kişilərdə doğuşdan yaranan bir anomaliyadır, xəstəlikdir. Bu zaman xayalar qarın boşluğundan xaya kisəsinə düşmür. Belə bir vəziyyətin Hitlerdə olunduğu bilinirdi, amma indi onun genetik səbəbi üzə çıxıb. Bəzi məlumatlara görə 1-ci Dünya müharibəsində Hitler bilirsiniz ki, orada iştirak edib kapral olaraq. Orada onun əskəri yoldaşları bu səbəbdən ondan ələ salıblar onu xidməti dövründə. Amma bu dəqiq deyil. İstənilən halda indi bu vəziyyət genetik olaraq təsdiqini tapıb. Bu yeri gəlmişkən Hitlerin nədən ailə qurmadığını və uşaq sahibi olmadığını da izah edir. Baxmayaraq ki, o dövrdə, 3-cü Reyx dövründə bunu başqa cür izah edirlər. Belə izah edirlər ki, Führer öz xalqı ilə ailə qurub, ona görə onu başqa ailə, başqa uşaq lazım deyil. Belə Hitlerə də diaqnoz qoydular.